Mənim çox sevdiyim bir misal var. İstəyirəm onu bir daha sizlə bölüşüm. Bir bataqlıqdan gələn bir milçəklə bir arıya sual verdilər. Sən orada nə gördün deyə. Milçək cavab verdi ki, bataqlıqda nə olar? İnsan leşləri, heyvan leşləri, üfunət, bunu gördüm. Arıya sual verdilər ki, bəs sən nə gördün? Arı dedi ki, mən bataqlıq üzərində üzən ağlotuslar gördüm, ağzambaqlar gördüm. Qoxusu məni bihuş eləmişdi. Baxın, insanlar iki hissiyə bölünür. Bütün çirkinliklərin içərisində bir dənə də olsa bir gözəllik tapıb görən adamlar, yəni arı misli insanlar və bütün gözəllikləri kənara buraxıb bir çirkinliyi görən adamlar, yəni milçək misalı adamlar. İnsanlar ətrafa, həyata, insanlara baxanda öz qəlbinin aynasından baxırlar. Yəni bir insanın baxış aspektindən onun daxili aləmini görmək o qədər də çətin bir şey deyil. Odur ki, gəlin gözəllikləri görək.